Salam olsun Mustafa bəy sizə, salam olsun əziz MGTV izləyicilərə və salam olsun əziz və böyük Türk millətinə. Demək, kimliyindən asılı olmayaraq, istəyir siyasi partiya liderlər olsun, istəyir iqtidar, istəyir müxalifət olsun. Əgər biriləri dövləti başqa yabancı dövlətlərə yardıma çağırırsa da dövləti işğal etməyə və yaxud yardım etməyə, özü düşmən dövlətləri və yaxud da ki, Avropa Birliyinə gedib dövləti şikayət edirsə də, xalqı şikayət edirsə də və həm də dövlətdən maaş alır, xalqın vergisindən maaş alırsa da, bunlar hamısı vətənə xəyanət sayılır və bunlar hamısı cəzalandırılmalıdır. Bildiyiniz kimi dönləri Cumhuriyyət Xalq Partisi Başkanı Özgür Özel Amerika Birləşmiş Ştatlarına yardım istəyir və müdaxilə etmək istəyir Türkiyə Cumhuriyyətinə. Bizə yardım edin. Yəni, çağırır. Bu, eyni 1920-ci ildə Azərbaycanda Əli Heydər Qarayevin, Komünist Əli Heydər Qarayevin Çingiz Yıldırımın gecə ilə Leylinə gedib telegram vuraraq Rus ordusunu, Sovet Bolşevik Rus ordusunu xalq sizi istəyir deyərək yardıma çağırması kimi və işğala uğratdıqları kimi eyni xəyanətdir. Onun kimi Türkiyə Cumhuriyyətimizdə Dem Parti deyilən terrorun siyasi ayağı dönər Avropa Birliyində eş başkanının çıxışı Türk dövlətinin şikayət etməsi və Türk dövlətinin günahlandırması hər bir şeydə. Bunlar hamısı birbaşa vətənə xəyanətdir. Kim olursan ol, öz mübarizəndə içəridə müxalifət də ola bilərsən, iqtidar da ola bilərsən. Ancaq yabancı dövlətlərə, özü də bizim düşmənlərimizə, düşmən dövlətlərimizə gedib dövləti şikayət etmək birbaşa vətənə, xalqa, millətə və dövlətə xəyanətdir. Bunlar cəzasını almalıdır. Dem Partidə həmən qapatılmalıdır. O Özgür Özel də cəzası verilməlidir. Sən kimi kimlə şikayət edirsən? Siyasi lidersən, kimsən, fərqi yoxdur. Əgər dövlətə bir başqa yabancı dövləti yardıma çağırırsansa, deməli, sən işğala uğratmaq istəyirsən və yaxud da ki, vətənə xəyanət etsən, şəxsi çıxarlarının üçün. Bunu deyim, biləsiniz. Biz bunları, Türk millətçiləri hamısını vətənə, dövlətə, millətə, Türk xalqına, Türk millətinə xəyanətdə günahlandırır. Və bu da belədir. Bunun xəyanətin necəsi, nəyi olmaz. Bədəli olar. Bunu da bədəlini ödətdirmək lazım bunlara. Bir gün bunlara dillənməsə, yarın başqaları da başlayacaq. Allah amanət qalın.